Bismillah və salatu və selamu alə Rasulillah. Demək, bəzi qardaşlar soruşurlar ki, qıssalar danışmağın hökmü nə qədər doğrudur və xüsusən də o qıssaların səhih olub olmaması barədə dəqiqləşdirmədən bunu danışmaq. Ümumiyyətlə, qardaşlar, birinci toxunaq ki, qıssa danışmaq icazəlidir, yoxsa icazəli deyil. Alimlər yetkilliklə qıssa əgər səhihdirsə, onu icazəli görürlər. Sadəcə qıssaya bağlanmağı, dini buzun üzərində qoymağı, fikhi əqidəni tərk edib yalnız qıssalara bağlanmağı qadağan edirlər. Olmaz. Çünki bu Rasulullah sallallahu aleyhi ve sellemin dəvətinə ziddir. Rasulullah sallallahu aleyhi ve sellem əqidəni də öyrədirdi, əhkamları da öyrədirdi və onunla yanaşı həmçinin də qıssalar da danışardı. Və ondan sonra bu günə qədər də olan sələfi minhəcdən söykənən alimlər bu yolu getməkdədirlər. Ona görə qıssa danışmaqda bir problem yoxdur. O ki, qaldı ki, onun səhih olub olmaması barədə bu artıq ləbuddur. Bu artıq ləbuddur ki, qıssanın səhihliyi sabit olsun. Çünki doğrudan da qıssalarda ibrətlər vardır və insanlara təsir edir. Ola bilsin, bəzi insan artıq elmdə mütəməkkin olmuşdur və müəyyən bir səviyyə çatmışdır və onun qıssaya ehtiyacı yoxdur. Çünki əslində qıssalar nə üçündür? İmanı artırmaq üçündür. Amma imanı səviyyəsi artan bir insanın, elm tələbəsi olan bir insanın xüsusən də qıssalara əslində ehtiyacı yoxdur. Və görürsən, bundan dolayı görürsən, bəzi qardaşlar qıssa danışmağı pis görürlər. Amma bilmirlər ki, məsələn, sənin ehtiyacın yoxdursa, ancaq başqalarının səndən də qat-qat çox insanların sayda, çünki avamların sayı çoxdur. Onların ehtiyacı var. Ona görə qıssa danışmaqda bir problem yoxdur. Dərslər əsnasında və yaxud ara bir danışmaq olar. O ki, qaldı ki, qıssaları necə ki, dedik ki, səhih olub olmaması, bunu tətbiq etmək lazımdır. Amma məsələn, bəzi görürsən ki, lap belə qısa nəsə danışırsansa, alimlər, ümumiyyətlə sələf alimlər, xüsusən də mühəddislər, bu barədə deyirlər ki, daha bunu hədis kimi araşdırılmır. Necə ki, hədis elmi araşdırılır, səhihdir, səhihli qeyrihi, li zətihi, həsənli qeyrihi, li zətihi, zəif və s. Belə araşdırılmır. O elmlərin də yəni, özəli incəlikləri var ki, yəni hədis, orada ravilərin həyatının araşdırılması və orada səhih hədisin şərtləri, məsələn, dabt olması, şəzz olmaması, illə olmaması, ittisal olması və bunlar belə incəliyi ilə araşdırılmır. Amma səhihliyi araşdırılır. Amma xüsusi şəkildə, daha doğrusu ümumi şəkildə belə deyirik ki, səhihliyi araşdırılmalıdır və baxılmalıdır. Yəni, ucdan tutma danışmaq bəyənilmir. Amma kimsə indi arada bir desə, sonra onun sənədi zəif çıxsa, yaxşı olar ki, bir daha onu danışmasın. Və xüsusən də günümüzdə bir çox yayılan məşhur qıssalardan biri odur ki, məsələn, zəifdir, danışırlar. İmam Əhmədin sanki başqa bir bölgəyə gedir, orada onu məsciddə qoymurlar, orada çıxır çörəkçinin yanında oturur, çörəkçi görür ki, istiğfar edir, bağışlanma diləyir və o da bilir ki, bağışlanma diləmək, yəni dua ilə zikr əhlinin duası qəbuldur və qıssa uzundur, qıssadan çox danışmaq istəmirəm. Yəqin ki, qıssadan bildiniz hansı qıssadır, hansı ki, sonra deyir ki, İmam Əhməd qıssadan sonra gedir, çörəkçinin duası deyir, İmam Əhmədi məsciddən çıxartdı və ondan sonra bilir ki, bu İmam Əhməd deyib, onunla görüşməyinə sevinir və s. Və sonra alimlər deyir ki, bu qıssadan sonra deyir, qıssa sabit deyil, səhih deyil, İmam Əhməddən belə bir şey rivayət olmamışdır. Və alimlər çəkindirirlər belə şeydən və dəlil gətirirlər Allah subhanahu ta'alanın bu ayəsin ki, Yə eyyuhəl-ləzīnə əmənu ittəqullaha və kunu mə'əs-sadiqin. Tövbə surəsinin 119-cu ayəsin ki, ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla bir yerdə olun. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin bu sözlərin ki, kəfə bil mar'i ithmən ən yuhaddisə bi kulli mə səmi' hansı ki, İmam Müslim rəvayət edib, deyir ki, kişiyə bəs edər ki, hər eşitdiyin danışsın. O da deyir ki, kişiyə bəs edər ki, yalancılar kimi yazılsın hər eşitdiyin danışması. Yəni, insan hər eşitdiyin dəqiqləşdirmədən danışması onun yalancı olma, yaxud onun günah əhli olmasına kifayət edir. Bu hədisdə gəlir ki, günah əhli olmasına. Başqa bir rivayətdə gəlir ki, kəfə bil mər'i kəzbən ən yuhaddisə bi kulli mə səmi'
Və deyir ki, kişinin yalançı olmağına kifayət edər ki, hər eşitdiyin danışması. Demək, birinci hədisdə gəldi ki, günahkar olması, ikinci hədisdə gəldi ki, yalançı olması kifayət edər ki, nə olsun? O insanın yalan danışması. Ona görə qardaşlar, qıssalardır, falanlardır. Harada görüb dərhal tərcümə etməyə çalışmayın, yaymağa, paylaşmağa çalışmayın. Çünki artıq paylaşdınsa o getdi. Sonra onu cəmaatdan yığışdırmaq mümkün olmur. Ona görə əvvəlcədən dəqiqləşdirmək lazımdır, elm əhli ilə məsləhətləşmək lazımdır və s. Bir də ki, əlhəmdülillah, yəni Quran-ı Kərim və səhih pak sünnə bizə kifayət edir. Kifayət edir. Əgər paylaşmaq istəyirsənsə, məsələn, götür fəzilətli əməllər kitabın və xüsusən də, məsələn, bunun qardaşlar əsas istifadə edirlər, məsələn, Facebookdan, WhatsAppdan. Onların ən yaxşısı sözsüz ki, WhatsAppdır, məsələn. Orada özün nəzarət edirsən, orada olan şeylərə, gedişatlara. Götür, məsələn, fəzilətli əməllər kitabın və yaxud buna oxşar belə kitabın qoy qabağıma, gündə bir hədis tərcümə elə qoy. Gündə bir hədis tərcümə elə qoy. Subhanallah, bil ki, o hədislə əməl eləyəndə kimsə və xüsusən də itib batmış sünnətlərdən nəyisə dirçəldib qaldırırsansa, bilginən ki, qiyamətə qədər onunla əməl olunduqca və əməl edənlərin əzrindən əskilmədən sənə də əzr gələcəkdir. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm bu barədə xəbər vermişdir səhih bir hədisdə. O vaxt ki, sədəqəni əmr edir. Həmçinin ayə götür, məsələn, qısa təfsirin götür, məsələn, qısa, məsələn, bundan daha məsləhət görəm Abdurrahman Əs-Səədinin təfsirini ki, çünki qısa təfsirdir. Götür oradan bir ayə və sonra gör şeyx ki, onun təfsirində nə deyib, o təfsirin də altında yaz, ayəni mötərizə alandan sonra təfsirini də yaz, məsələn, paylaş. Doğrudan da böyük faydalar var. Uzun, məsələn, bir vərə, iki vərə, səhihliyin bilmədiyin bir qıssanı yazmaqdansa, belə şeylər eləmək olar. Amma yenə də deyirəm, ümumiyyətlə qıssa danışmaqda bir problem yoxdur. Düzün Allah bilir, Allah subhanahu wa ta'ala bizləri eşidib faydalananlardan etsin və bizləri Rasulullah sallallahu aleyhi və səlləmin və ondan sonra gələnlərin haqqına girərək uydurma şeylər danışmaqdan və yazmaqdan və paylaşmaqdan qorusun. Və əxru də'vana enelhamdülillah və salatu və selamu alə Rasulillah və subhanəkallahumma bihamdik və əşhədu ən la ilahə illə ənt və əstəğfiruka və ətubu ileyh. İxlasla.com saytı tərəfindən təqdim olundu.